Sehirli gəminin əhvalatı. Çox qədim zamanlarda insanlar yaxşı xüsusiyyətlərə malik idilər. Onlar bir-birinə kömək eləyər, yalan danışmaz, kasıblara əl tutardılar. Amma illər keçdikcə bəziləri yaxşılığı unutdu. Onlar pis işlər görməyə, bir-birinə zərər verməyə başladılar. Allah Nuh peyğəmbəri seçib ona dedi: Ey Nuh, insanlara xəbər ver ki, yalnız mənə ibadət etsinlər və pislikdən uzaq dursunlar. Nuh peyğəmbər hər gün insanlara izah eləyirdi. Uşaqlarınızı yaxşı böyüdün, heyvanlara zülm eləməyin, yalnız Allaha inanın. Amma çoxu onu dinləmədi. Hətta bəziləri gülərək dedi: Ey Nuh, sən sadəcə bir adamsan, bizə heç bir hökm eləyə bilməzsən. Bir gün Allah Nuh peyğəmbərə belə buyurdu: Böyük bir daşqın gələcək. Sən böyük bir gəmi hazırla. Öz ailəni, sənə inananları və hər heyvandan bir cütü gəmiyə götür. Gəminin tikintisi. Nuh peyğəmbər dərhal işə başladı. Meşəyə gedib qalın ağac gövdələrini kəsdi. Onları yonub böyük taxtalar düzəltdi. Qonşular maraqla soruşurdular: Sən nə tikirsən belə? Böyük bir gəmi tikirəm, deyirdi Nuh peyğəmbər. Onlar isə gülərək: Yağış belə yoxdur, sən dənizdən də uzaqsan. Amma Nuh peyğəmbər işinə davam elədi. Böyük yağış. Bir gün göydə qara buludlar toplandı. Güclü külək başladı. Sonra damcılar yerə düşməyə başladı. Damcılar getdikcə böyüdü və sanki göy üzündən şəlalələr axdı. Yerdən sular fışqırmağa başladı. Nuh peyğəmbər heyvanları gəmiyə mindirdi. Fillər ağır addımlarla, quşlar cəhcəh vuraraq, qoyunlar məliyə-məliyə gəmiyə qalxdı. İnanmayanlar isə kənardan baxıb gülürdülər. Dənizdə macəra. Sular dağların başına qədər qalxdı. Gəmi dalğalarla yırğalanır, bəzən sanki göyə qalxır, bəzən dərinliyə enirdi. Amma Allah gəmini qoruyurdu. Günlərlə beləcə davam etdi. Nəhayət yağış dayandı. Günəş çıxanda hər kəsin üzünə ümid işığı yayıldı. Sular çəkildi və gəmi Cudi dağı üzərində dayandı. Yeni həyat. Nuh peyğəmbər gəmiyə minən hər kəsi yerə endirdi. Quşlar göyə uçdu, heyvanlar yaşıl otluqlara yayıldı, insanlarsa yeni bir həyata başladı. Onlar Nuh peyğəmbərə baxıb anladılar: Allahın dediyi həmişə doğrudur.